Salam uşaqlar, bugünkü dərsimiz olacaq silindrin tam səthinin sahəsi və həcmi. Gəlin birinci silindrin tam səthinin sahəsinə baxaq. S tamı tapaq. Uşaqlar, silindri biz təsvir edəsək, şəklini çəksək. Belə bir fiqur alınır, düzdür? Deməli, silindirdə bizə 2 dənə fikir verir uşaqlar, dairə görürük. Deməli, bizə 2 dənə tam səthin sahəsini tapmaq üçün bizə 2 dənə dairənin sahəsi lazımdır. Bir də yan hissəsi lazımdır. Onda mən birinci tam səthin sahəsinin düsturunu yazsam, deyərəm, mənə lazımdır 2 dənə oturacaq. Axı, silindrin necə oturacaq? 2 dənə oturacağının sahəsi, bir də S yan. Yəni, yan səthinin sahəsi. Deməli, tam səthinin sahəsini tapmaq üçün yan səthinin sahəsini tapıram, oturacağının sahəsini tapıb vururam 2. İndi gəlin baxaq uşaqlar, oturacağın sahəsi hansıdır? Deyək. Oturacaq burada dairədir, düzdür uşaqlar. Deməli, mən burada oturacağın sahəsini yaza bilərəm də pi r kvadrat. Çünki dairənin sahəsi pi r kvadrat. İndi gəlin yan səthinin sahəsinə baxaq. Yan səthinin sahəsini tapmaq üçün uşaqlar, biz silindrin açılışını bilməliyik. Gəlin silindrin açılışını çəkək. Silindrin açılışında bizə bir düzbucaqlı lazım olur. Bir də 2 dənə dairə. Deməli, bu 2 dairə silindrin oturacaqlarıdır. Bura isə silindrin yan səthinin sahəsidir. Yan səthinin sahəsində düzbucaqlı alınır. Düzbucaqlının eni silindrin hündürlüyünə bərabərdir. Uzunluğu isə uşaqlar çevrənin uzunluğuna. Baxın, buraya yazıram. Çevrənin uzunluğuna bərabərdir. Deməli, yan səthinin sahəsini tapanda biz düzbucaqlının sahəsini tapmalıyıq. Düzbucaqlının eni silindrin hündürlüyüdür. Uzunluğu isə çevrənin uzunluğudur. Onda yan səthin sahəsini tapmaq üçün çevrənin uzunluğunu, yəni 2 pi r-i vuraram eninə, yəni h-a. Oturacağın sahəsini tapdım, yan səthinin sahəsini tapdım. İndi tam səthinin sahəsini daha geniş şəkildə yazsam, 2, oturacağın sahəsi pi r kvadrat deyil, 2 pi r kvadrat, üstəcələ yan səthinin sahəsi 2 pi r vur h. Bu düsturu uşaqlar əzbər bilməliyik ki, biz tapşırıqları yerinə yetirə bilək. Bəzən bizə oturacağının sahəsi ilə yan səthinin sahəsi verib tam səthi istəyir. Bəzən də tək radiusu verir, bir də hündürlüyü. Biz onunla rahatlıqla tam səthinin sahəsini tapa bilirik. Gəlin belə bir misala baxaq. Belə bir misal verir uşaqlar bizdən. Deyir, verilmiş nümunəyə əsasən aşağıda verilən silindrin tam səthinin sahəsini tap. Gəlin birinci tam səthinin sahə düsturunu yazaq. S tam bərabərdir 2 pi r kvadrat plus 2 pi r vur h. Uşaqlar, gəlin qoyaq yerinə. 2 vur pinin yerinə 3 vur. Radiusum 3'dür. Kvadratı 9. Üstəcələ 2. Uşaqlar, burada 2 pi r-i də tapa bilərsiniz. Amma 2 pi r-in yerinə 18'i verib də 2 pi r. Bu düzbucaqlının uzunluğu deyil, onu verib. Amma istəsəz yenə də yerinə qoya bilərik. 2 vur pi 3 vur radius 3 vur hündürlük 5. Düsturu yazırıq. Verilənləri yerinə qoyuruq uşaqlar. Bura eləyir 54. Deməli, bura eləyir 18. 18'i də 5'ə vursaq 90. Cavabımız 144. Gəlin digərinə baxaq. Yenə bizdən silindrimizin tam səthini istəyir. Yazaq S tam. Düsturumuz nə idi uşaqlar? 2 pi r kvadrat plus 2 pi r vur h. Həll eləyək. 2 vur pi 3 radius 4 kvadratı 16. Üstəcələ 2 vur 3 vur 4 vur 6. Bax, hündürlüyü də neçə verib 6. Hesablasaq. 3'ü 16'ya vursaq 48, 2'ni də 48'ə vursaq 96 üstəcələ. Bunu da bu eləyir 12, bu da eləyir 12. 12, 12, 144. 0. Cavabımız eləyəcək 240 kvadrat
santimetr. Yəni uşaqlar, bir daha deyirəm. Tam səthinin sahəsinin düsturunu əzbər bilməliyəm ki, mənə bir radius, bir hündürlük versə, mən o silindrin tam səthinin sahəsini bilərəm. Təkrarən bir də baxaq. Deməli, biz nəyi bildik? Yan səthinin sahəsi nəyə bərabərdir uşaqlar? Düz bucaqlının sahəsinə. Düzbucaqlının eni silindrin hündürlüyüdür. Düzbucaqlının uzunluğu isə çevrənin uzunluğuna bərabərdir. Yəni onda bir daha deyək. Yan səthin sahəsini necə tapdıq uşaqlar? 2 pi r vur h. Bunu unutmursunuz. Bəzən tək yan səthinin sahəsini istəyir. Oturacağı da asandır ki, tək oturacağın sahəsini istəsə pi r kvadrat. 2 oturacağını istəsə 2 pi r kvadratla yazırıq. İndi keçək həcmini uşaqlar. Həcmini tapanda isə gəlin yenə silindrimizi çəkək. Həcminin qaydası nədir? Oturacağının sahəsini vuracaq hündürlüyünə. S oturacaq, vur hündürlük. Uşaqlar, silindrin oturacağı dairə deyil. Dairənin sahəsi pi r kvadrat, vur hündürlük. Ya S oturacaq, vur hündürlüklə işləyirsiniz, ya altdan yazımda. Pi r kvadrat, vur hündürlük. Bəzən radiusu verir, həcmi istəyir, pi r kvadrat, vur h-la işləyirsiniz. Bəzən də isə sadəcə oturacağın sahəsini verir, hündürlüyünü verir, bir-birinə vurub həcmi tapıram. Buradan hündürlüyü tapsam, həcmi bölürəm oturacağının sahəsinə. Oturacağının sahəsini tapsam isə həcmini bölürəm hündürlüyünə. Deməli, həcmində də uşaqlar 2, 3 və 4 dənə düsturumuz var. Bunları bilməklə rahatlıqla həll eləyə bilirik.